Allah hər vaxtınız xeyir olsun. Əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, Biləcəri qəsəbəsindəyik. 314 nömrəli məktəbin 50-60 metr məsafəsində. Əziz dostlar, nurlu yaşayış masiri. Yəni ATV villalar deyirlər bunlar el arasında. Sonra evdən çöldən götür, seçir kənara. Sonra girərsən, hə? Göstərmişəm. Yenidən göstərdin qəşəng. Hə, əziz dostlar, çox gözəl, 5 otaqlı, ideal təminli bir evimizi inşallah sizə təqdim edəcəyiz dostlar. Baxın, Burtla idarə olunan avtomatik qapılar, 2 maşınlıq sərbəst həyəti var, maşın daxil ola bilər, həyəti var, 2 maşın. Deməli, burada bir çox özəlliklər var, əziz dostlar. Biz bunları sizə nəzərinizə çatdıraq. Hər tərəfi açıqdır. Və evin birinci mərtəbəsi, əziz dostlar, yer hissəsi. Və monolit betondur, yəni armatur toxunub, monolit beton ona deyirlər. Armatur toxunub, yəni stəşkə deyil. Və üstündən istifol uğraşdırılıb, yığılıb, təchiz olunub. Mərtəbə arasıdır, əziz dostlar, monolit betondur. Çox sağlam və keyfiyyətli bir evdir. Gəl qardaşım. Bəh, maşallah, maşallah. Fərqli üslub, fərqli dizayn, əziz dostlar. Həqiqətən də tamam fərqli bir dizayndır. Yer hissəsi birinci mərtəbə tam-tamına istifoldur, 100 kvadrat hər mərtəbə. İkisi birlikdə 200 kvadrat metrdir. Baxın, burada qonaq otağımızdır, geniş formada, bir şəbəkə pəncərə. Baxın, əziz dostlar, bir şəbəkə pəncərə mövcuddur burada. Bir də kiçik bir pəncərəsi var, o pəncərədə öz həyətinə açılır. Təxminən 50-55 kvadrat, baxın, 50 kvadratı çoxdur bu qonaq otağımız. Hər mərtəbəsi 100 kvadrat metrdir, çox gözəl. Sən sizə oradan birinə çevirib bilən görsən. Çəkdim olmuş. Çəkdin? Hə, səncə. Belə çevirib görsənir, qəşəng görsənir. Tam yanı görsənir də, sahil tam olaraq görsənir. Burada hamam sanitar qoşağı 5 otaqdan ibarətdir, əziz dostlar. Evimiz. Burada da belə bir gözəl mətbəximiz var. Mətbəx, maşallah, maşallah. Ən azı 20-25 kvadratdır, ən azı. Doğrudan da 5 yarımın 5-ədir təxminən. 20-25 kvadratdır. İdealdır, əziz dostlar. Pilləkənin mənzərələri təmiz yığılıb, super vəziyyətlədir, maşallah. Burada kollektor sistemi. Bəli, kollektor sistemi, əziz dostlar, burada istifoldur. 1, 2, 3, 4, 5 otaq, yəni 4 otaq və hamam sanitar qovşağı da, əziz dostlar, yuxarı mərtəbədədir. İkinci mərtəbədə ayağımızın altında istifolma təsis olunur, yəni pol hissəsi və mərtəbə arasıdır monolit betondur, əziz dostlar. Monolit beton. Bura hamam ikinci mərtəbədə hamam sanitar evdir. Qeyd etdiyimiz kimi birinci mərtəbədə adliyeni də ayrıdır, ikinci mərtəbədə də ayrıdır. Burada da impası yanıqını. Ay maşallah. Burada bir geniş bir yataq otağıdır. Maşallah, buranın çox genişdir. Ən azı bir 28-30 kvadrat var burada, maşallah, genişdir. Burada otaqlarda görsən, gəlirlər burada qiymətli deyil, yoxsa aşağıda deyə qiymətli? Elə burada deyərik. Burada da bir eski bir yanışaq üçün nəzərdə tutulmuş bir otaqdır. Çox gözəl, sağlam. Burada bir yataq otağıdır. Əziz dostlar, bu evimiz 314 nömrəli məktəbin yanındadır. 50-60 metr. Evdən çıxdın, 2 dəqiqəyə 314 məktəbdəsən. Yəni, o qədər yaxın bir məsafədədir, gələn görəcək. Maşallah, maşallah, maşallah. Zal xüsusilə zövqlidir, zal xüsusən. Həqiqətən də insana zövq verir. Ürək açan bir mənzərə var burada, əziz dostlar. Sonra qiymətini neçə demişdilər? Qiymətini... Əziz dostlar, qiyməti ev sahibindən öyrəndik. 2004-cü ilin bələdiyyə qərarı var. Bura 2,5 stopda inşa olunub, 2 stop yarım var. 2004-cü ilin bələdiyyə qərarı var. Qiymətlə təyin olunub, bu gözəl evimiz 175.000 manat. Həqiqətən də möhtəşəmdir, sadəcə möhtəşəm, ev çox gözəldir, superdir. Keyfiyyət yüksək səviyyə, əziz dostlar. Deməyə artıq söz yoxdur, inşallah ki, gələninizi görəcək. 175.000 manat ilkin olaraq real müştəriyə mütləq şəkildə endirim olacaq. Allah xeyir versin, alana, satana və əziyyət keçən bizlərə. Amin inşallah. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib, videolarımızda, rəy yazıları olur deyin. Növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışdan mülayişiniz varsa bizimlə əlaqə saxlayın, gələk çəkək. Paylaşaq və satılmasında köməklik göstərək. Allah ev olmayanlara ev qismət eləsin. Yenidən qeyd edim ki, evimizin arxa tərəfində məktəb yerləşir. Düz evimizin, bu evimizin arxasında 314 nömrəli məktəb yerləşir. Allah ev olmayanlara ev qismət eləsin.